Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah, Allah Teala müvəffəq elədi bizə belə bir məclisdə yığışmağı. Əvvəla Allahdan diləyirəm ki, Allah Teala bizim bu məclisimizi mübarək eləsin. Allah Teala bizi bu məclisdə xeyir versin və bizi bağışlanmış halda bu məclisdən qalxmağa nəsib eləsin və həmçinin qiyamət günü bizi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmlə birlikdə Firdevs cənnətində cəm eləsin. Ümumiyyətlə, bugünkü məclisdə, qardaşlar, mən istərdim namazın sonunda, yəni namazın sonuncu rükətində dediyimiz təşəhhüd barədə və bu təşəhhüddə bəzi faydalar barədə danışmaq istərdim. Təşəhhüdü hamınız bilirsiniz. Axırıncı rükətində salamdan əvvəl Ət-təhiyyatu lillahi vəs-salavatu vət-tayyibat bu cür başlayır, duadır. Aleykümselam bərəkət. Və istərdim, sözsüz ki, hamı bu duanı bilir, yəni əzbər bilir. Sadəcə bu dərsimizdə həm xatırlatma olsun özüm üçün, həm də sizin üçün, qardaşlar. İstərdim buradan çıxan faydalar və mənası, təfsiri, açıqlaması bu barədə istərdim biraz danışım. Çünki namaz bildiyimiz kimi təşəhhüd, yəni özü namazın ən əzəmətli dualarından biridir və namazın rükünlərindəndir, ərkanlarındandır və sadəcə indi bilək ki, burada bu duada nə deyilir, mənası nədir, açıqlaması nədir, bu barədə istərdim və buradan çıxan faydalar. Əvvəla bir hədisi qeyd etmək istərdim, bu təşəhhüdlə əlaqəli. Əl-Buxari və Müslimin səhih əsərlərində Abdullah ibn Məsuddan rəvayət edilir ki, Abdullah ibn Məsud deyir ki, biz Peyğəmbərimiz sallallahu aleyhi və səlləmlə birlikdə onun arxasında namaz qıldıqda əvvəl belə deyərdik. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onlara təşəhhüdü öyrətməzdən əvvəl onlar belə deyərdilər. Əssəlamu aləllahi min ibadihi. Əssəlamu alə Cibrilə və Mikailə. Əssəlamu alə fulan və fulan. Yəni onlar özləri ictihad edirdilər və təşəhhüdə belə deyərdilər. Allaha salam olsun və sonra deyərdilər ki, salam olsun Allaha salam olsun qullarından, onun qullarından Allaha salam olsun. Salam olsun Cəbrailə, Mikailə və sonra adları qeyd edirlər. Filan kəsə, yəni mələklərin adlarını və ya əməl salih insanların adlarını. Və sonra deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dedi, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dedi, Lə təqulu əssəlamu aləllah. Allaha salam olsun deməyin. Fə innəllaha huvəs-səlam. Çünki Allah Teala özü salamdır. Allah Teala odur salam. İndi izah edəcəm nə deməkdir. Yəni Allahın adıdır salam. Və həmçinin başqa bir rivayətdə gəlir ki, və Allahdan salamatlıq istənilir. Necə ki deyir, və minkəs-səlam. Yəni, duaların birində biz deyirik namazın sonunda. Allahumma entəs-səlam və minkəs-səlam. Yəni salamatlıq Allahdan dilənilir. Lakin belə deyil. Ət-təhiyyatu lillahi vəs-salavatu vət-tayyibatu. Əssəlamu aleykə eyyuhən nəbiyyü və rəhmətullahi və barakatuhu. Əssəlamu aleynə və alə ibadillahis-salihin. Sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, فَإِنَّكُمْ إِذَا قُلْتُمُوهَا. Yəni siz bunu desəniz, yəni o əvvəlki duanın əvəzinə bunu desəniz, أَصَابَتْ كُلَّ عَبْدٍ لِلَّهِ صَالِحٍ فِي السَّمَاءِ وَالْأَرْضِ. Yəni bura kimi desəz, yerdə və göydə olan bütün əməli salih insanlara artıq siz salam vermiş olursunuz. Yəni bu duanız onlara neyniyir? Yetişir. Və sonra deyin ki, əşhədu ən la ilahə illallah və əşhədu ənnə Muhammədən abduhu və rasuluhu. İndi qardaşlar, istəyirəm bu duanı, bu təşəhhüd barədə daha ətraflı danışaq. Birincisi, burada fikir verirsinizmi? Yəni, tək ibadət dualarda deyil, istənilən ibadətlərdə insan ictihad eləsə səhv edər. Fikir verirsiniz, sahabələr, onlar ən fəzilətli nəsil, ən fəzilətli insanlar ictihad elədilər duada, yəni təşəhhüddə və nə elədilər? Səhv deyirdilər. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onları nə elədi? Doğru olanı göstərdi. Və həmin bu qayda bütün hər şeyə aid İslamda. Hər bir ibadət, istənilən ibadət, istər dua olsun, istər namaz, zəkat, istənilən bir ibadət nəyə qayıdır? Qayıdmalıyıq sünnəyə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm necə öyrədibsə elə eləməliyik. Əgər özümüzdən ictihad eləsək səhv edərik.
Yəni buradan birinci biz bu faydanı götürdük. Çünki fikir verin, səhabələr ictihad elədilər, səhv elədilər. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onların səhvini düzəltdi. Və biz burada nə götürürük? Görürük ki, dövrümüzdə də, hətta başqa dövrlər fərq eləmir. Hansı məsələdə ki, insanlar ibadət məsələsində ictihad ediblər, özləri ağılları ilə səhv ediblər. Ona görə məsələn, ictihad edirlər, baxırsan, deyirsən ki, niyə belə edirsən? Deyir, burada nə var ki? Zikirdir də, məsələn, 1000 dəfə nə bilim filan şey deyirik. Niyə görə zikir, məsələn, bidət olsun ki? Niyə görə zikrə görə? Hətta mənim yadıma gəlir bir dəfə bir dəfn mərasimində, qəbristanlıqda dəfn etməyə gələn molla Yasin surəsini oxumağa başladı və mən gözəl şəkildə ona izah elədim ki, yəni bu gəlməyib sünnədə, yəni qəbir üzərində ölü üçün Yasin oxumaq, yəni Yasin surəsi gəlib ölüm ayağında oxumağa. O barədə var. Ölüm ayağında həsən bir hədis var ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, ölüm ayağında olanlara, yəni o eşidir səni, Yasin oxuyun. Bəzi alimlər zəif görüb, amma hər bir halda hədis səhih də olsa ölüm ayağına aiddir. Mənə nə desə yaxşıdır. Dedi, mən heç vaxt deyir, İnanmaram ki, Allah Taala Quran oxuduğuma görə mənə əzab versin. Yəni bunun ictihadına bax. Quran oxumaq düzdür, fəzilətli əməldir. Allah Taala amma yerində oxumursan sən. Lazım olan yerdə oxumursan. Ola bilər hansısa bir əməl ibadətdir, amma bu ibadəti yerində və vaxtında eləmək lazımdır. Əgər yerində və vaxtında eləməsən, artıq bu ibadət qəbul olunmur. Çünki ibadətlərin vaxtı var, yeri var. İbadətlərin sayı var, ibadətlərin keyfiyyəti var. Ona görə də bir ibadəti əgər sən istəyirsənsə Allah qatında qəbul olsun, o ibadət həm keyfiyyət baxımından Peyğəmbər sallallahu əleyhi və səlləm elədiyi kimi olmalıdır, həm zaman baxımından, həm say baxımından. Bunlar hamısı nə olmalıdır? Forma baxımı və s. Bunlar Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurduğu kimi olmalıdır. Və birinci biz buradan bunu götürürük. Sonra birinci burada Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Onlar deyirdilər ki, Əs-səlamu alallah min ibadihi. Allahın qullarından ona salam olsun. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Deyir, belə deməyin. Çünki Allah Taaladır salam. Allahın adlarından Əs-səlam. Nə deməkdir Allahın Əs-səlam adı? Əs-səlam yəni salamat olan. Nədən? Bütün eyiblərdən, bütün nöqsanlardan. Yəni Allahın adlarından biri Əs-səlam. Nə deməkdir? Allah Taala bütün eyiblərdən, bütün nöqsanlardan, bütün çatışmazlıqlardan, naqisliklərdən salamatdır. Və həmçinin salamatlıq da Allahdan dilənilir. Başqa bir ayətdə gəlir ki, فَإِنَّ اللّٰهَ هُوَ السَّلَامُ وَمِنْهُ السَّلَامُ Və Allahdan salamatlıq istəyirik biz. Məsələn, biz bir-birimizə salam veririk. Deyirik ki, Əs-səlamu aleykə. Yox, Əs-səlamu aleykum. Nə deyirik? Yəni, sizə salamatlıq olsun, salamat olasınız. Biz ilk növbədə bir-birimizə salam verəndə bunu deyirik. Yəni, sən, mən tərəfdən salamatsan və sənə Allahın salamatı olsun, salamatlığı olsun. Yəni, salamat olasın. Həmçinin biz qəbristanlığa girəndə nə deyirik? Dua edirik. Əs-səlamu aleykum ya əhləd diyari minəl mu'mininə vəl-mu'minə. Ey mömin və deməli, müsəlmanlardan və möminlərdən ibarət olan toplum sizə salam olsun. Nə deməkdir? Yəni, Allahdan sizə salamatlıq olsun, salamat olasınız. Qəbr əzabından və s. əzabdan. Və ona görə də bəziləri deyir ki, bəs sən salam veririk axı biz ölülərə. Yəni, o deməkdir ki, ölülər eşidir. Yox, biz dua edirik onlar üçün. Yəni, biz o deməkdir ki, onlar eşidir bizi və s. Eşitsə də gəlib bu barədə, yəni onlar cavab verməyə qadir deyirlər. Və ona görə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, deməyin belə. Salam olan Allahdır, yəni Allah bütün nöqsanlardan salamatdır və salamatlıq da ondandır. Yəni ondan salamatlıq dilənilir. Lakin belə deyin. Qulu ət-təhiyyatu lillahi vəs-salavatu vət-tayyibat. Gəlin keçək indi duaya. Birinci ət-təhiyyat nədir? Ət-təhiyyat yəni təzimlər. Bütün təzim, bütün hər növ təzim Allah üçündür. Yəni, kimisə təzim edirsən, kimisə, bunlar hamısı nə üçün Allah? Buna layiq olan kimdir? Allahdır. Allah qarşısında baş əyilir, Allah qarşısında səcdə edilir, Allah qarşısında zəlil olunur. Yəni, insan müti olur. Mütilik, bunlar hamısı nədir? Allah qarşısında. Ət-təhiyyatu lillahi vəs-salavatu. Vəs-salavat, alimlər deyirlər ki, burada yəni namazlar, çünki salat namaz deməkdir. Bütün təzimlər Allah üçündür. Və həmçində bütün namazlar Allah üçün qılınır və ya bəzi alimlər deyir ki, yəni dualar. Çünki əs-salat sözünün lüğəvi mənası dua deməkdir. Bütün deməli namazlar, yəni burada hər iki məna nəzərdə tuta bilər. Namazlar Allah üçündür və dualar da Allaha edilir. Allahdan başqasına dua etmək olmaz. Aydın oldu. Necə ki Allah Quranda buyurur ki: "Fə innel mesacidə lillahi fəla təd'u ma'allahi ahadan."
Həqiqətən məscidlər Allaha məxsusdur. Odur ki, Allahla yanaşı başqasına dua etmə. Yəni kim Allahdan başqasına dua edərsə, yəni ibadəti Allahdan başqasına yönəltmiş olar. Yəni o dua da qəbul deyil. Və sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, "Vəs-salavatu" və həmçində namazlar da Allah üçündür. "Vət-tayyibatu" Ət-təhiyyatu lillahi vəs-salavatu vət-tayyibat. Ət-tayyibat da nədir? Tayyib gözəl deməkdir. Bütün gözəlliklər Allaha məxsusdur. Gözəl sözlər, gözəl əməllər, gözəl niyyət. Çünki qiyamət günü kimlər daxil olacaq cənnətə? Gözəl. Həm əməli, həm niyyəti gözəl olanlar. Və həmçində uca Allaha məxsusdur gözəl adlar və sifətlər. Yəni ət-tayyibət, bütün gözəlliklər Allaha məxsusdur. Necə ki, bir hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, "İnnallaha tayyibun və la yaqbalu illə tayyiban." Çünki Allah deyir gözəldir və yalnız gözəl olanı qəbul edir. Yəni nə mənada? Pak olanı, təmiz olanı. Yəni burada qəsd olunur ki, haram yolla əldə olunan bir şeydən sədəqə vermək qəbul olunmur. Və yaxud pis bir niyyətlə edilən, yəni Allahdan başqası üçün edilən bir ibadət qəbul olunmur. Çünki pak deyil. Tək Allah üçün deyil, xalis deyil. Ona görə də biz deyirik ki, ət-tayyibatu, ət-təhiyyatu lillahi vəs-salavatu vət-tayyibat və sonra nə deyirik? Deyirik ki, burada artıq sonra keçirik, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə salam deyirik. Deyirik ki, "Əssəlamu aleykə eyyuhən nəbiyyu və rəhmətullahi və bərəkatuhu." Niyə görə Peyğəmbəri xüsusiləşdirdik sallallahu aleyhi və səlləm salamla? Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm necə ki, uca Allah buyurur, möminlərin özlərindən onlara daha yaxındır. Çünki onun vasitəsilə Allah Taala İslam dinini bizə çatdırdı. Onun vasitəsilə bizi hidayət etdi. Və o bizə, möminlərə bizim özümüzdən və bizim demək valideynlərimizdən daha şəfqətlidir, daha rəhimlidir. Və ona görə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə buyurur? Deyir: "La yu'minu ahadukum hatta akuna ahabba ilayhi min validihi və waladihi wan-nasi ecmaîn." Mən sizlərdən birinizə atasından, övladından və özündən daha sevimli olmayınca kamil iman sahibi olmazsınız. Çünki kamil iman sahibinə vaxt doğru insan, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ona nə olur? Onun öz valideynlərindən, övladından və özündən daha sevimli olur. Nə deməkdir bu? Necə sevimli olur? Bir qardaşlardan biri bir dəfə məndən soruşdu bunu, məsciddə idik. Dedi ki, bəs mən övladımı da sevirəm, atamı da sevirəm, anamı da sevirəm. Yəni mən bunu başa düşə bilmirəm. Necə mən Peyğəmbəri özümdən daha çox, valideynimdən daha çox sevə bilərəm? Yəni bunu mənə izah edə bilərsən? Dedim məsciddə elə şeyxlərdən biri namaz qıldırırdı. Dedim, gəl yaxınlaşaq ona elə, soruşaq və mən də faydalanaram. Şeyx dedi ki, təbii sevgi başqadır. Yəni insan övladını sevir. Amma dedi, gəlin həmin insana sual verir. Dedi ki, məsələn, valideynin sənə desə ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm hansısa bir əmrini tərk elə. Tərk eləyərsən? Dedi, yox. Dedi, deməli sən Peyğəmbəri çox sevirsən valideyndən. Yəni sevgi budur. Yəni itaətdə onu üstün tutmaq. Amma belə təbii sevgi ola bilərsə, insan ayıra bilir. Amma sən Peyğəmbərin əmrini, Peyğəmbərin qadağalarını sallallahu aleyhi və səlləm hər şeydən üstün tutursan. Övladın gəlsə sənə desə ki, ata, bir iş sənə desə ki, orada Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin əmrinə zid bir əməl var. Eləyərsən? Yox. Demək sən Peyğəmbəri sallallahu aleyhi və səlləm övladından çox istəyirsən. Yəni burada sevgi denə nəzərdə tutulur. Yəni itaətdə üstün tutmaq. Ona görə sözsüz ki, hamı qayıtsa qəlbinə Peyğəmbərin sallallahu aleyhi və səlləmin əmrləri hər şeydən üstündür bizə. Valideynimiz, elə qardaşlar var ki, Peyğəmbərin sünnəsini tərk etməyə valideyn onu məcbur edib, hətta evdən qovub onu, evdən yenə də tərk etməyib. Həmin sünnəni tərk eləməyib. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir əmridir bu. Və ona görə ilk növbədə biz kimə salam veririk təşəhhüddə? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm və deyirik ki, "Əssəlamu aleykə eyyuhən nəbiyyu və rəhmətullahi və bərəkatuhu." Yaxşı, burada belə bir sual çıxa bilər ki, biz eyyuhən nəbi, ey Peyğəmbər, müraciət edirik. Niyə müraciət edirik? Necə ki, bəziləri şübhə salır, deyir, siz deyirsiniz ki, ya Hüseyin demək olmaz, ya Əli demək olmaz və siz namazda deyirsiniz ki, "Əssəlamu aleykə eyyuhən nəbi", ey Peyğəmbər, sənə salam olsun. Niyə görə biz deyirik, ey Peyğəmbər? Buradakı bizim ey deyə müraciət eləməyimiz ərəb dilinin qrammatikasında xitabın, yəni xitab deyirlər də buna, müraciətin növündən biri, bir var sən çağırırsan, yardım istəyirsən, bu o qadağandır. Ya Hüseyin deyirlər, ya Əli, mənə mədəd, ya Əli və s. Bu şirkdir.
Yəni sən ondan yardım istəyirsən. Çünki yardım Allahdan istədir. İyyəkə nə'budu və iyyəkə nəstəin. Bir də var. Xitabın bir növü var. Buna deyirlər ki, qəlbində onu canlandırmaq üçün edilən xitab. Yəni biz peyğəmbəri sanki görürmüş kimi, sanki onu qarşımızda dururmuş kimi biz ona müraciət edirik. Yəni buna deyirlər xitab li huduril qalb. Yəni qəlbində o sənin hazır olsun, qəlbində onu canlandırmaq məqsədi ilə. Bu problem yoxdur. Bu icazəlidir. Hətta bəzi şeirlərdə, şairlərdə məsələn bizdə də var. Ey filan kəs. Məsələn şairlər fikir verirsiniz belə şeylər. Yəni ey filan kəs, yəni bu sanki onu görürmüş kimi və s. Bu icazəlidir. Bu həmin növdəndir, həmin qəbildəndir. Və deyir ki, sənə salam olsun ey peyğəmbər, Allahın rəhməti və bərəkəti. Başqa bir hədisdə gəlir ki, deyir, biz peyğəmbər sağ olanda deyirdik ki, yenə də Abdullah ibn Məsuddan səhifəmizə rivayət olunur. Biz dedik, Əssəlamu aleykə, peyğəmbər sallallahu aleyhi ve sellem vəfat edəndən sonra dedik ki, Əssəlamu alən nəbiyyi və rəhmətullah və bərəkətuhu. Belə bir rəvayət də var. Bir peyğəmbərimiz sallallahu aleyhi ve sellem vəfat edəndən sonra dedik ki, sənə salam olsun. Peyğəmbərə salam olsun. Əyyuhən nəbiyyə demədik. Lakin doğru olan budur ki, bu Abdullah ibn Məsudun öz ictihadı idi. Doğru olan budur ki, peyğəmbərimiz sallallahu aleyhi ve sellem necə öyrədibsə, o cürdə biz deyirik. Və sonra nə edirik? Peyğəmbəri xüsusi olaraq salamladıqdan sonra keçirik bütün möminləri, əməli salih qulları salamlayırıq. Deyirik ki, Əssəlamu aleynə, yəni özümüzə, bizə və alə ibadillahi salihin. Bizə salam olsun, yəni özümüz üçün Allahdan salamatlıq istəyirik və Allahın əməli salih qullarına. Allahın əməli salih qulları da kimdir? Vəfat edənlər, sağ olanlar, mələklər, bunlar hamısı Allahın əməli salih qullarıdır. Yəni, təsəvvür edin ki, biz namazda bütün möminlər üçün dua edirik. Allahdan onlar üçün salamatlıq diləyirik. Həm özümüzə, həm də əməli salih qullar. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem əvvəlki hədisdə nə dedi? Dedi, əgər bunu desəniz, göydə və yerdə olan bütün əməli salihlərə bu dua yetişəcək. Yəni, xüsusi ehtiyac yoxdur, xüsusi adlar çəkmək. Çünki onlar nə deyirdilər? Mikailə salam olsun, Cəbrailə salam olsun və s. Və bundan sonra nə deyirik biz? Keçirik təkəhhüdə, şəhadət gətirdik. Deyirik ki, əşhədu ən la iləhə illallah, yəni Allah şəhadət gətiririk ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Yəni, la iləhə illallah barədə ehtiyac yoxdur, əlhəmdülillah, hamı bilir. La iləhə illallah inkar və isbatdan ibarətdir. İnkar edirik Allahdan başqa haqq məbudun olmağını və həmçində isbat edirik ki, məbud, ibadət yalnız kim üçündür? Allah üçündür. Əşhədu ən la iləhə illallah və əşhədu ənnə Muhammedən Rasulullah. Və həmçində Peyğəmbərin Allahın elçisi, qulu və elçisi olduğunu şəhadət gətirdik. Elçisidir, o deməkdir ki, ona itaət olunur. İtaət olunmalıdır. Quludur, niyə qul qeyd edirik? Çünki qulda həddi aşmaq olmaz Peyğəmbərdə. Yəni, Peyğəmbəri Allah dərəcəsində qaldırmırıq. Biz, Allahın quludur o, lakin həm də elçisidir, yəni itaət olunmalıdır. Ona görə itaət nədir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə olmalıdır. Və sonra bundan sonra nə gəlir? Bundan sonra gəlir salavat. Və salavat barədə başqa bir hədisdə gəlir ki, sahabələr dedilər ki, biz namazda, ey Allahın elçisi, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə deyirlər, ey Allahın elçisi, biz namazda sənə necə salam verməyi öyrəndik. Yəni, bu əvvəlki hədisdə. Və sənə salavatı necə deyək? Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onlara bunu öyrədir. Allahumma salli alə Muhammedin və alə əli Muhammed kəmə salləytə alə İbrahimə və alə əli İbrahim innəkə hamidun məcid. Allahumma barik alə Muhammedin və alə əli Muhammed kəmə barakta alə İbrahimə və alə əli İbrahim innəkə hamidun məcid. Allahım, Peyğəmbərə və onun ailəsinə salavat de. Yəni, Allahın salavat demək necə olur? Onu öz dərgahında, mələklərin yanında tərifləməsi, onu zikr etməsidir. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur, İnnəllaha və mələikətəhu yusalluna alən-nəbi. Həqiqətən Allah və mələkləri Peyğəmbərinə salavat deyir. Yəni, Allah onu öz dərgahında nə edir? Zikr edir, onu tərifləyir. Yaxşı, mələklərin və insanların Peyğəmbərə salavat deməsi nədir? Biz Allahdan bunu diləyirik. Yəni, Allahım, onu öz dərgahında təriflə, yüksəlt, ucalt. Bu mənada. Necə ki, Peyğəmbərə həmçinin Peyğəmbərin ailəsini fikir verir. Ona görə biz namazda
həm Peyğəmbərə sallallahu aleyhi və səlləm, həm də onun ailəsinə salavat deyirik. Onun ailəsinidir. Və bu da nəyi göstərir? Bəziləri deyir ki, əhlüsünnə əhlü-beyti sevmir. Bizim namazda Peyğəmbərə, onun ailəsinə salavat deməyimiz vacibdir. Vacibdir, fikir verin. Yəni, bu onu göstərir ki, əhlüsünnə Peyğəmbərə və onun ailəsinə salavat deyirik. Biz vacibdir bunu. Necə ki, İbrahimə və onun ailəsinə dediyim kimi, Allahım Peyğəmbərə və onun ailəsinə bərəkət ver. Bərəkət nədir? Artım, həmçinin demək, çoxluq deməkdir. Yəni, bərəkət ver. Necə ki, İbrahimə və onun ailəsinə dediyin kimi, bərəkət verdiyin kimi. Və sonra nə edirik? Təşəhhüd burada yekunlaşdı. Təşəhhüd yekunlaşandan sonra nə edirik? Biz dua edirik. Və ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, ən xeyirli dua, qəbul olan dua namazın sonunda deyilən duadır. Və bu yer, yəni Allahı təriflədik. Sonra salam dedik. Allahın qullarına üçün dua elədik. Şəhadəti gətirdik. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə, onun ailəsinə salavat dedik. Və bundan sonra duanın ən qəbul olan yeridir. Və biz nə edirik? Bu məqamda Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə bildirir ki, bundan sonra namaz qılan istədiyi duanı deyə bilər. Yəni, bu yerdə duanı çoxaldın. Dua da nədir? Çalışın, sünnədə gələn ümumi mənalı, geniş mənalı dualar, qısa məzmunlu, geniş mənalı dualar var. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin duaları. Yəni, çünki bəziləri sual verir, deyirlər ki, öz dilimizdə dua edə bilərik. Yəni, yaxşı olar ki, belə yerdə sünnədə gələn dualar var. Məsələn, dualardan biri biz hamımız deyirik, Allahumma inni a'udhu bika min azabi cəhənnəm və min azabil qabr və min fitnətil məhyə vəl məmət və min fitnətil məsih dəccal. Yəni, ən çox deyilən dualardan biri budur. Nədir mənası? Biz Allaha sığınırıq. Allahım sənə sığınıram cəhənnəm əzabından, qəbr əzabından, həmçinin fitnətil məhyə vəl məmət, ölümün və həyatın fitnəsindən. Nə deməkdir? Ölüm fitnəsi, yəni ölüm ayağında azmaqdan, ölüm ayağında kafir kimi ölməkdən, fitnəyə düşməkdən. Çünki bildiyimiz kimi şeytan insanı heç vaxt buraxmır. Ta ölüm ayağına kimi onu təqib edir və əsas da ölüm ayağında onu azdırmağa çalışır. Və ona görə biz Allahdan həmin vaxt üçün salamatlıq diləyirik. Allaha sığınırıq ki, həmin vaxt şeytan bizi azdırmasın. Və sonra nə? Məhyə. Məhyə yəni həyatdaykən insan, sözsüz ki, bildiyimiz kimi bu dünya imtahan dünyasıdır, fitnələr baş verir, insan cürbəcür günahlara düşür və biz Allaha sığınırıq. Və həmçinin də nədən sığınırıq? O min fitnəti Məsih-i Dəccal. Məsih-i Dəccalın da fitnəsindən. Məsih-i Dəccal bildiyimiz kimi qiyamətə yaxın gələcək və onun fitnəsi də böyük fitnə olacaq. Və biz də Allaha sığınırıq onun fitnəsindən. Həmçinin başqa dualar da demək olar. Məsələn, dualardan biri Əbu Bəkir radiyallahu anhu deyir ki, ey Allahın elçisi, namazda necə dua edim? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ona öyrədir. Deyir ki, Allahumma inni zalamtu nefsi zulmen kesira, fələ yaghfiru zunuba illə ent. Allahım, mən özümə çox zülm etdim. Günahları bağışlayan yalnız sənsən. Fəğfirli məğfirətən min indik və rəhəmni innəkə entəl qafurur rahim. Və sən mənə rəhm et və mənə bağışla, həqiqətən sən bağışlayan və rəhm edənsən. Həmçinin başqa bir dua Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Əbu Hureyrəyə öyrədir ki, deyir, hər namazın sonunda bu duanı deməyi unutma. Allahumma inni a'inni alə zikrikə və şükrikə və husni ibadətik. Allahım, səni zikr etməyə, sənə şükr etməyə və gözəl şəkildə ibadət etməyə mənə yardım et. Yəni, bu duaları deyə bilərsiniz. Həmçinin Rabbənə ətinə fid dunya həsənətən və fil əxirət həsənətən və qina azəbəndən. Bunu deyə bilərsiniz. Ona görə də bəzən görürsən, imam uzadır təşəhhüdü, amma arxada dayanan qutaran kimi barmağını salır aşağı, gözləyir. Gözləmə. Duaları artır. Dua elə. Və yaxud sən imam durmursan, çox dua edirsən, qutarandan sonra yaxınlaşır ki, qardaş, mən 3 dəfə təşəhhüdü qutardım, sən hələ qutarmadın. Deyir, olur ki, etiraz edir. Biz də qardaş, dua elə. Ona görə belə vaxt bu duanın qəbul olan yerlərindən biridir. Və çalışın, bu vaxtda bu yerlərdə duaları çoxaldın. Və bu qədər qardaşlar, bu təşəhhüd barədə Allah təala bizə eşidib faydalardan etsin, Allah təala sabit eləsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və əshabihi ecmaîn.